Ziyalı niye susur? Ziyalı niye korkur? Düşünür ki o neyse tənqid etse ona radikal muhalefet damgası vurup sıradan çıxara bilərlər. Xalq bugün qələbə çalmış xalqdır, Qarabağa qayıdan xalqdır. Xalq başqa cür düşünməyə başlayıb. Bununla bərabər biz artıq cəmiyyətə də fərqli siqnallar ötürməliyik ki, ölkəmiz də, cəmiyyətimiz də dəyişir, daha sərbəstləşirik, daha demokratikləşirik. Kim tənqid edirsə də, əgər sağlam tənqid edirsə, xalqın, dövlətin mənafiyi üçün çalışırsa, elə bu iqtidara xidmətdir. Mənim belə bir öhdəliyim yoxdur ki, iqtidara xidmət edeyim. Mənim öhdəliyim var ki, dövlətə xidmət edeyim, xalqıma xidmət edeyim. Və nə edirəmsə, mən onu iqtidar üçün yox, mən onu dövlət və xalq üçün edirəm. Amma hansı bir ziyalı kimsə də, bir müxalifətçi də olsa, bir tənqid edirsə də, o xalqın düşməni deyil və o prezidentə qarşı çıxmır, dövlətə qarşı çıxmır, iqtidara qarşı çıxmır, iqtidarın siyasətinə qarşı çıxır. Amma bu dövlətə və prezidentə düşmən deyil, əslində xidmətdir. Hər hansı bir tənqidi fikir səsləndirməklə başqa radikal və təhqir dolu çıxışlar edən insanları oradan çəkirsən, özünə qulaq astırırsan. Çünki sən daha çox konstruktiv danışırsan, ziyalı danışırsan, məntiqli danışırsan və onlar bilir ki, sənin daha çox hökumətə təsir etmək və onlar üçün daha nələrsə əl çatan etmək imkanların var, nəinki daha çox radikallaşan və təhqirlər yağdıran. Mən düşünürəm ki, ziyalılara da, mediada sərbəstlik verilməlidir. Mütləq şəkildə sözlərini desinlər, təkliflərini versinlər və tənqidlərinə görə də onları hücumlara da məruz qoymasınlar.